Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bildiyiniz kimi bu gün artı ilk dəfə sertifikasiyaya cəlb olunan müəllimlər üçün sınaq imtahanı təşkil edib. Mən həmin sınaq imtahanında metodika üzrə olan sualları sizə izah edəcəm. Birinci musiqi fənni ilə başlayıram, amma növbəti videolarda digər fənlərin hər birinin bir izahı olacaq. Ona görə də kanalı izləyin və kanala abunə olun, bildirişləri açıq saxlayın ki, həmin videoların izahı gələndə siz xəbər tutasınız. Gəlin baxaq birinci suala. Birinci sualımız olmazsa olmaz inteqrasiya sualıdır. Mütləq bir sual sertifikasiyada düşəcək. Şagirdlərə tapşırılır ki, müəyyən musiqi əsərinə uyğun rəsm kompozisiyası hazırlasın. Baxın müəllimlər, bizim inteqrasiyada 3 növümüz var da, düzdür? Fənn üstü, fənlər arası, fənn daxili. Mən ətraflı izah edəcəm ki, imtahana gedən müəllimlər üçün hər şey aydın olsun. Fənnüstü inteqrasiyada ehtiyatlı olun. Çünki fənnüstü inteqrasiyada mütləq bir problem olmalıdır. O problemin həllində yaradıcı yanaşma olmalıdır. Məsələn, o problem 45 dəqiqəni əhatə edə bilməz. Ya bir neçə həftə, bir neçə ay, yarım il ərzində baş verəcək bir problemin həlli olmalıdır. Və fənnüstü inteqrasiyada şagird problemin həlli üçün sonda bir məhsul qoymalıdır. Məsələn, suyu çirklənmədən müdafiə edən bir qurğu və yaxud da işığa qənaət etmək üçün bir sistem hazırlamaq. Belə suallar artıq fənnüstü inteqrasiya olacaq. Ona görə A variantını silirik. Fəndaxili inteqrasiya var. Fəndaxili inteqrasiyanın da bildiyiniz kimi 2 növü var. Şaquli inteqrasiya və üfüqi inteqrasiya. Şaquli inteqrasiyanı yadda saxlayın. Açar sözləri var. Ya deyəcək ki, şagirdə müəllim bildiklərini xatırladır, ya deyəcək ki, aşağı sinifdə öyrəndiklərini yada salır. Belə düşəcək. İlk cümlənin əvvəlində bu situasiya olmalıdır. Üfüqi inteqrasiya isə məzmun xəttləri arasında olmalıdır. Məzmun xəttləri də hər fənnin özünün məzmun xətti var. Məsələn, indi burada musiqidən söhbət gedirsə, musiqinin öz məzmun xəttləri var. İnformatika müəlliminə öz məzmun xətti üzərində suallar düşəcək. Məsələn, mən indi sualıma baxıram. Burada musiqinin heç bir məzmun xətti yoxdur. Yəni, bir məzmun xəttindən istifadə olunub. Başqa məzmun xətti, demək, heç o bir məzmun xətti də yoxdur. Sadəcə müəllim 2 fənni bir-biri ilə inteqrasiya edib. Əsərə uyğun uşaq rəsm hazırlamalıdır. Yalnız fənlər arası inteqrasiya olur. Yalnız fənlər arası inteqrasiyada sizin gözünüz axtarsın mütləq digər fənləri. Məsələn, baxın, burada rəsmlə musiqi var, tarixlə ədəbiyyat olar, coğrafiya ilə tarix olar, riyaziyyatla informatikanı verə bilərsinizsə və s. Diqqətli olun. Və imtahana getməmişdən öncə, əgər hələ də siz öz fənninizin məzmun xəttlərini öyrənməmisinizsə, mütləq bunun üzərinə düşün və imtahana onu öyrənməmiş getməyin müəllimlər. Bir sual çünki gördüyünüz kimi düşəcək sizə. İkinci sualımız taksonomiyadır. Maksimum 2, minimum 1 sual imtahanda sizin qarşınıza çıxacaq. Gəlin baxaq taksonomiya sualımıza. Şagirdlər müxtəlif xalqların musiqisini araşdırır, musiqidə din və mədəniyyətin təsirini müəyyən edir və əsaslandırırlar. Dəyərli müəllimlər, gəlin baxaq. Bax, əsaslandırmaq feili yoxdur. Taksonomiyanın 3 mərhələsində bizim qarşımıza çıxa bilər. Hansı mərhələlərdə çıxa bilər? Anlamaq mərhələsində çıxa bilər, təhlil mərhələsində çıxa bilər, dəyərləndirmək mərhələsində bizim qarşımıza çıxa bilər. Və burada araşdırmaq sözü. Araşdırmaq sözündə yazıram bura, bu feillər araşdırmaq, biraz qarışdırılan feillərdir. Bu da müəllimlər bizə tətbiq mərhələsində də çıxa bilər, təhlil mərhələsində də çıxa bilər, anlamaq mərhələsində də yenə bu feilləri biz görə bilərik. Ona görə feillər üzrə əzbərləmək olmaz sualları. İndi araşdıraq. Görək bu sualın mahiyyəti, məzmunu nədir? Bu sual aşağı təfəkkür səviyyəsinə aid sualdır, yoxsa yuxarı təfəkkür səviyyəsinə aid sualdır? Sualın məzmununda uşaq birinci gedib xalq musiqisini araşdıracaq. Bura qədər olsaydı götürərdim tətbiq mərhələsini. Amma musiqidə dinin və mədəniyyətin təsirini müəyyən edəcək. Yəni, musiqiyə din necə təsir edib, mədəniyyət necə təsir edib, bunu əsaslandıracaqsa, deməli, mən
mən burada götürməliyəm təhlil mərhələsini. Dəyərləndirmək mərhələsini niyə götürmürəm? Çünki musiqidə dinin və mədəniyyətin təsirini mən özümə görə dəyərləndirmirəm, əsaslandırmıram. Burada mən öz fikrimi demirəm, necə təsir edə bilərdi və yaxud da nə baş verə bilərdi. Bunu mən demirəm. Olan situasiyanı məndən istəyir. Situasiyada mənə deyir təsirini müəyyən et. Sən artıq getmisən, bir şeyi araşdırmısan və nəticəni tapmısan, düzdür? İndi sənə deyir ki, bax bu nəticəni əsaslandır. Nəticə də tapdığın fakta, tapdığın nümunəyə əsasən baş verəcəksə bu təhlildir. Yox, əgər sizdə imtahanda arqument istəsə öz arqumentinizi, sizin mühakimənizi istəsə, sizin dəyərləndirmənizi istəsə, o zaman dəyərləndirmək mərhələsini götürərsiniz. Bəs əsaslandırmaq feili anlamaq mərhələsində necə olur? Yadda saxlayın, sadə əsaslandırma. Məsələn, bax, tutaq ki, bir misal yazım. Deyir ki, qızıl üzük. Nəyə görə? Burada qızıl sözü sifət deyil, əsaslandır. Bu qaydada da sən qaydanı əsaslandıracaqsan. Sadə bir dil qaydasıdır bu. Bunu əsaslandırırsansa, deməli, bu anlamaq mərhələsinə aiddir. Davam edirəm 3-cü sualla. Şagirdlər Azərbaycan musiqi janrlarını müqayisə edir və onların hər birinin xüsusiyyətləri haqqında danışır. Baxın, bizim burada müqayisə edir feilimiz var. Müqayisə edir feili də bilirik ki, təhlil mərhələsində qarşımıza çıxar, bir də anlamaq mərhələsində bizim qarşımıza çıxar. İndi bir daha baxırıq sualımıza. Uşaq nə edir burada? Musiqi janrlarını müqayisə edəcək. Yəni, sadə müqayisədən söhbət gedirsə, cavabımız nə olacaq? Anlamaq mərhələsi. Bəs nə zaman müqayisə etmək təhlil mərhələsinə aid olardı? Baxın, seçim etsəydi, çıxdaş etsəydi, birini götürsəydi, birini seçib müqayisə edib, ən vacib olanı, ən həlledici olanı götürsəydi, o zaman mən götürərdim bunu təhlil mərhələsi. Məsələn, iki musiqi əsərini müqayisə et, hansı Azərbaycan tarixində böyük səs-səda salıb, onu deyir, dəyərləndir, onu götür desəydi, o zaman təhlili götürərdim. Davam edirəm. Müəllim summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsini götürür. Lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Deyir, qiymətləndirmənin hansı prinsipi var? Yadda saxlayın, qiymətləndirmənin ən çox sizə düşəcək validlik, sonra etibarlılıq, obyektivlik və şəffaflıq. Bax, sizə bu hissələr çox düşəcək. Humanistliyin o qədər də düşmə ehtimalı yoxdur, amma yenə də ehtiyatlı olasınız. Deməli, bir daha sualımıza baxaq. Summativ qiymətləndirmədə əvvəlki illərdə olan testi götürür müəllim. Lakin həmin test hazırki tədris proqramına uyğun deyil. Biz belə bir qayda izah etmişdik və bu YouTube-da ödənişsiz dərslərin içərisində də var. Əziz müəllimlər, qiymətləndirmə 1-ci hissə, 2-ci hissə, 3-cü hissə. İmtahana getməmiş mütləq həmin dərslərə baxın. Nə demişdik? Demişdik ki, müəllim dərs keçir və təlim məqsədinə çatıb-çatmamasını yoxlamaq üçün mütləq keçdiyi dərsə uyğun şagirdə tapşırıq verməlidir. Əgər müəllim proqramda olmayan bir testi şagird üçün hazırlayırsa, əlbəttə ki, müəllim validlik və yaxud da bunun ikinci adı uyğunluqdur. Uyğunluğu pozmuş olur. Uyğunluq da düşə bilər testdə. Validlik də düşə bilər. Ehtiyatlı olun. Yəni, eyni sinonimdir. Yəni, bugün mən qiymətləndirməni keçmişəmsə, sizə onun testini verməliyəm. Taksonomiyanı keçmişəmsə, sizə onun testini verməliyəm. O biri variantları da izah edim. Baxın, belə geniş izah etməyimin səbəbi sertifikasiya imtahanına az qalır və qoy hər bir müəllimin dərindən məlumatı olsun ki, imtahanda nəticəniz gözəl olsun. Etibarlı sözünü yadda saxlayın. Bax, biz etibarlı kimə deyirik? Kimə güvənirik? Güvənimiz boşa çıxmayanda deyirik ki, filan kəs etibarlıdır. Əgər bir gün şagird, tutaq ki, isim dərsindən 5 alırsa, 2 həftə sonra o dərsdən 2 ala bilməz.
Əgər şagird 2 alsa, deməli etibarlı olmayıb da müəllimin bu 5-i. Şagird 4 ala bilər. Ola bilər nəsə şagirdin yadında qalmasın. Amma şagird 2 ala bilməz. Yadda saxlayın. Bu halda etibarlılıq pozulur. Elmi dildə tərifi belədir. Qiymətləndirmə nəticələrində kəskin fərq. Kəskin sözünə diqqət edin. Baxın, yenə də deyirəm. 4 ala bilər, amma 2 ala bilməz. Obyektivlik nədir? Obyektivlik odur ki, müəllim şagirdə qiymət verəndə şəxsi fikirlərindən istifadə etməməlidir. Məsələn, tutaq ki, mən fikirləşirəm ki, bu şagird həmişə əlaçıdır, summativdə nəticəsi 60-dır. Qoy onun nəticəsin öz fikrimə görə, bu şagirdin çalışqan olmasına görə biraz artırım. Axı, müəllim artıra bilməz qiyməti. Şagirdə bizim verdiyimiz dəyər qiymətlə ölçülə bilməz. Mənim şəxsi, subyektiv fikrim qiymətləndirmədə keçərli olmamalıdır. Şagirdin fəaliyyəti, şagirdin gördüyü işi biz qiymətləndirməliyik. Humanistlik odur ki, şagirdin psixoloji və emosional vəziyyəti dərs sırasında nəzərə alınmalıdır. Amma biz bunu harda istifadə edirik müəllimlər? Əsasən inklüziv mühitdə. Çünki inklüziv mühitdə mən bütün şagirdləri eyni cür qiymətləndirə bilmərəm. Bəzən o şagirdin qrup işində göstərdiyi fəallıq, o şagirdin göstərdiyi əməkdaşlıq belə qiymətləndirilə bilər. Amma bunun üstə düşmə ehtimalı yoxdur çox imtahanda, yəni belə bir variant qabağınıza çıxmaz. Şəffaflıq odur ki, müəllim meyarları əvvəlcədən şagirdə təqdim eləməlidir. Məsələn, uşaqlar bilməlidir ki, mən dərsin sonunda onları hansı meyar üzrə qiymətləndirəcəm. Əgər şagirdə bunu elan edirəmsə, deməli işimi şəffaf görmüşəm. Necə ki, müəyyən seçkiyə gedəndə orada şəffaf qutu qoyulmur. Yəni, hamı görsün ki, sən kimi və necə qiymətləndirirsən. Şəffaflıq odur. Sən də əvvəlcədən bir müəllim kimi uşaqlara elan etməlisən ki, biz bugün bu dərs üzrə, bu fəaliyyətlər üzrə sizləri qiymətləndirəcək. Müəllimin şagirdə meyarları təqdim etməsi şəffaflığın açar sözlərindən biridir. Davam edirəm. Verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Effektiv müəllim-valideyn münasibətindən də mütləq 2 sual bizim qarşımıza çıxa bilər. Gəlin baxaq. Müəllim valideynlərinin övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşməyə təşviq edir. Baxın, məcbur etmir, təşviq edir. Bəli, müəllimin valideynlə bir ünsiyyəti olmalıdır, dialoq olmalıdır və bu dialoq kimin üzərindən qurulmalıdır? Övladı üzərindən. Yəni, müəllim valideynə kömək etməlidir. Valideyn də müəllimə kömək etməlidir ki, uşağın inkişafında nəsə uğur əldə edilsin. A variantında səhv yoxdur. Müəllim valideynə bildirir ki, onun övladının təlim-tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Yəni, empatiya nümayiş etdirir burada və əməkdaşlıq üçün müəllim valideynə əlini uzadır. Burada da bir problem yoxdur. Çünki söhbət təlim-tərbiyədən gedirsə, əlbəttə ki, orada əməkdaşlıq lazımdır. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Burada da heç bir səhv yoxdur. Müəllim valideynləri müntəzəm olaraq sinif fəaliyyətləri, tapşırıqlar, gözləntilər barədə məlumatlandırır. Bəzi müəllimlər D variantını götürmək istəyir 5-dən, amma D-də heç bir səhv yoxdur da. Yəni, mən tapşırıqlar, gözləntilərim, sinif fəaliyyətləri haqqında vaxtı-vaxtında valideynləri məlumatlandırmalıyam. Hətta bunu da qeyd edim, mənim məlumatlarım valideynlə əks əlaqə qurmağım da doğrudur. Amma şagirdin neqativ xüsusiyyətlərindən başlayıb o əks əlaqəni qurmalı deyiləm də, valideynə uşaq haqqında məlumat verməyim də müntəzəm olmalıdır. Amma yenə də deyirəm, mənfi davranışlar haqqında tez-tez valideyni narahat etmək olmaz. Mütləq şəkildə bunu başqa cür verməlidir situasiyada sizə. Müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideyni metodik resurslar təmin edir. Bu, bizim müəllimlərimizin ən çox yaralı yeridir. Uşaqlara tapşırıq verəndə gedib metodik vəsaitə baxıb yazırlar. Bu da müəllimləri əsəbləşdirir biraz. Əslində, metodik vəsait müəllimin stolüstü kitabçasıdır. O, müəllimə aid bir vəsaitdir. O, valideynə aid vəsait deyil. Gözləntilər barədə məlumat verərəm. Tapşırıqlar barədə yol göstərərəm. Amma metodik vəsait müəllimə yol göstərən kitabdır. Valideynə yol göstərən kitab deyil. Ona görə Y variantı səhvdir. Davam edirəm, yenə də valideyn-məktəb münasibətlərindən bir sualdır. Səhv fikri istəyir bizdən.
Müntəzəm olaraq valideynlə görüş təşkil etmək və tədbirlər təşkil etmək ola bilər. Baxın, demir ki, hər gün desəydi səhv olardı. Müntəzəm olaraq deyirsə, mən bunu doğru götürürəm. Baxın, rəy, bayaq qeyd etdiyim informasiyanı paylaşmaq, amma ehtiyatlı olun. Burada deyə bilər ki, şagirdin mənfi davranışları haqqında tez-tez valideynə məlumat vermək lazımdır. Bu səhv fikirdir. Bunun qarşısında mütləq pozitiv bir cümlə qurulmalıdır. Valideynləri məktəb mühitində iştiraka təşviq etmək və onların məktəb həyatındakı fəallığını təmin etmək lazımdır. Bu da doğrudur. Valideynlərə maarifləndirici resurs və dəstək təqdim etmək lazımdır. Bu da doğrudur. Baxın, maarifləndirici resurs başqa şeydir, metodik vəsait başqa şeydir. Metodik vəsaiti ona görə səhv götürürük ki, o müəllimə aid olan kitabçadır. Münasibətləri yalnız akademik nəticələrə əsaslanaraq dəyərləndirmək lazımdır. Y variantı səhvdir. Bizim tədris zamanı tək şagirdin akademik nəticələri yox, onun emosional inkişafı da əhəmiyyətlidir. Bəzən testdə belə çıxar qabağınıza, EI yazılır. Emosional intellekt də önəmlidir. Şagirdlərdə sosial, emosional öyrənməni dəstəkləmək üçün müəllim bütün tədbirləri görməlidir. Hətta bu sosial, emosional öyrənməni valideynlərdə də formalaşdırmalıdır ki, onlar da öz övladlarına dəstək olsunlar. 7-yə baxaq. Dərs zamanı bir neçə şagird tez-tez zarafat edir, bir-biri ilə danışır və sinfin diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddət sakitləşsələr də davranışı yenidən təkrarlayırlar. Digər şagirdlərin bir qismi bu davranışlara qoşulur, bir qismi isə dərsə fokuslana bilmir. Müəllim hansı addım atmalıdır? Baxın, uşaqlar zarafat edir, bir-birləri ilə danışır, diqqət yayılır. Müəllim xəbərdarlıq edir və ara sakitləşir, amma yenidən uşaqlar dərsi pozmağa davam eləyirlər. İndi biz variantlara baxmamış, variantlara baxanda beynimiz qarışa bilər. Birinci özümüzə gəlin, aydın olsun ki, bax bu sualda nə ola bilərdi ki, sinifdə bu hal yaşanmasın? Məsələn, güclü qayda, prosedur, hətta qayda və gözlənti, belə deyək, olsa bu problem olmazdı. Müəllim şagirdlərlə, məsələn, bu mövzuda müzakirə aparsa, bu problem olmazdı. İndi keçək variantlara baxaq. Sinif qaydalarını xatırlatmaq, baxın, qeyd etdiyim kimi qaydalar və gözləntilər mütləqdir. Şagirdin şəxsiyyətinə yox, konkret hərəkətinə yönələn əks əlaqə vermək. Bəli, biz şagirdin şəxsiyyətini qiymətləndirə bilmərik. Onun hərəkətinə yönəlik əks əlaqə qura bilərik. Bayaq dediyimin ikisi də burada var. Həm qayda, həm də müzakirə. Gəlin görək B variantı niyə olmaz? Davranışı yeniyetməlik dövrünün xüsusiyyəti kimi qəbul edib, vəziyyət ağırlaşsa müdaxilə etmək lazımdır. Baxın, bu da səhv fikirdir, olmaz. Əsas diqqəti həmin şagirdlərə yönəldib, dərsi daha əyləncəli aparmaq, insan problemini motivasiya çatışmazlığı kimi həll etməyə çalışmaq. Bizim sinifdə spontan hallar baş verə bilər. Uşaqdılar, onlar sinifdə danışa da bilərlər, külə də bilərlər. Amma müəllimin tədbiri, əgər müəllimin düzgün səriştəsi varsa, bu motivasiya ilə bağlı bir problem deyil. Bu, sinifdə qaydaların, gözləntilərin zəif olması ilə bağlı bir problemdir. Biz uşağı sinifdən çıxarda bilmərik, D variantı da səhvdir. Uşağı danlamaq isə heç olmaz. Kurikulumda bu, ümumiyyətlə, qəbul olunmaz bir situasiyadır. Davam edirəm. Əziz müəllimlər, əgər bu video və izahlar sizə yararlıdırsa, mütləq videonu bəyənin, paylaşın. Sonda gözəl rəylərinizi yazmağı da unutmayın ki, biz də sizə bu cür testlərlə dəstək olaq, tez-tez dəstək olaq. Müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir və yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Əşyalarını gizlətmək bullyingin bir neçə növü var da bilirsiniz. Əşyalarını gizlətmək fiziki bullyingə aiddir. Çünki məktəb əşyalarına zərər vurmaq, kitabları, nə bilim, şagird əgər kimsənin köynəyini yazırsa, bu fiziki bullyingdir. Əgər ona xətrinə dəyən söz deyirsə, bu da verbal bullyingə aiddir, yəni sözlü bullyingə aiddir. İndi müəllim bu problemi həll etmək üçün nə etməlidir? Bullying edən şagirdi danlamaq səhv fikirdir, qətiyyən olmaz. Bullyingi daha aqressiv hala gətirə bilərik, bullying edən şəxsi daha aqressivləşdirə bilərik. Bullyingə məruz qalan şagirdlə görüş təşkil edib ona güclü olmağı tapşırmaq, bu həll edərmi məsələni? Bəs bəlkə şagird heç güclü ola bilməyəcək, bəlkə onun emosional idarə etməsi
zəif olacaq. Ona görə B variantı səhvdir. Sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunu məsələnin həllinə cəlb etmək, sinifdə mənəvi dəyərlərin inkişafı üçün addımlar atmaq. Bəli, C variantı doğrudur. Burada bir variant da üst-üstə gəlir, Y variantı. Amma Y variantı niyə götürmürük, onu qeyd eləyəcəm. Məktəbin valideynləri, müəllimləri və psixoloqu ilə görüşmək, məktəbdə psixoloji emosional mühiti yaxşılaşdırmaq baxımından addımlar atmaq. Əslində Y variantı doğrudur. Amma əgər bizim sualımızda desəydi ki, məktəbdə bullying halını ümumilikdə aradan qaldırmaq üçün nə etmək lazımdır? O zaman mən Y variantını götürərdim. Axı burada konkret sinifdən söhbət gedir. Konkret sinifdən gedirsə, mən axı o sinifdə olan bullying hadisəsini aradan qaldırmalıyam. Ona görə mən Y variantına baxmıram. Çünki Y variantı ümumidir. Amma C variantında isə xüsusi olaraq hər şeyi vurğulayıb. Yəni məsələmizə aid olan hissəni vurğulayıb. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bəzi müəllimlər bu uyğunluq məsələsini tam anlaya bilmirlər. Gəlin belə edək. Əgər sizdən uyğunluğu və yaxud da desə ki, düzgün fikri tapın, o zaman nə edirsiniz? Tez doğrunun yanına yazırsınız özünüz üçün düzü tap. Yanlışın da yanına yazırsınız ki, səhvi tap. Belə edəndə daha rahat başlayacaqsınız testdə. Şagirdi fasilitasiya etmək, ona kömək etmədən tapşırıqların icrasını təmin etməkdir. Biz bilirik ki, bu səhvdir. Avtomatik olaraq birləri variantdan çıxardırıq. Düzdür, 2 variantımız qaldı. Niyə səhv olduğunu da açıqlayaq. Fasilitator uşağa yol göstərən şəxsdir. Bəli, hazır mənbəni, hazır nümunəni vermir, amma uşağa yol göstərir. Strategiyalarda, plan qurmaqda, şagirdin ehtiyacı varsa, müəllim onun yanındadırsa, fasilitatorluq budur. Birbaşa şagirdi tapşırığın icrasına yönətmək olmaz. Şagirdlərin məntiqi təfəkkürünü formalaşdırmaq üçün onlara məntiq xətalarını izah etmək lazımdır. Bu da səhvdir. Məntiqi təfəkkürü formalaşdırmaq üçün biz onlara səbəb-nəticə əlaqəsi quran tapşırıqlar, anlamanı, dinləməni təmin edən tapşırıqlar, oxuduğunu, gördüyünü, dinlədiyini, eşitdiyini anlaması üçün istifadə olunan tapşırıqları versək daha yaxşı olar. Yanlış fikirlərə baxaq. Deməli, 1 ilə 2-ni götürmürük. Avtomatik qalır burada 3 ilə 4. Şagirdin maraq və istəklərini summativ qiymətləndirmədən nəzərə almaq müəllim-şagird münasibətinə şərait yaradacaq. Ümumiyyətlə, biz şagirdin qiymətləndirmə zamanı maraq və istəyini nəzərə almırıq. Summativ qiymətləndirmədə isə o rəsmi qiymətləndirmədir və mən alt standartın tələbinə nə qədər çatdığımı ölçmək üçün aparıram. Orada şagirdin maraq və tələbatını götürə bilmərəm. 3 səhv olduğuna görə 3-ü götürürük. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini müəyyən etməyə imkan verir. Yadda saxlayın, emosional təfəkkür bilirsiniz nədir? Şagirdin hissləri, özünü idarə etməsi, motivasiya qurması, insanlarla münasibət qurması. Amma şagird informasiyanı necə emal edəcəksə, bu nəyə aiddir? IQ səviyyəsinə aiddir. Yəni IQ səviyyəsi müəyyən edir də bu şagird tapşırığın icrasını yerinə yetirə bildi, nə qədər etdi, nə qədər qaldı. Ona görə 4-ü də götürürük. Emosional təfəkkür isə hisslərlə bağlı bir fəaliyyətdir. Və sonuncu sualımıza baxaq. Bir şagird qrup işində lider rolunu oynayır, lakin digər qrup üzvləri ilə münasibəti pisdir və bu qrup işinin gedişinə mənfi təsir göstərir. Müəllim hansı addım atsa problemi həll etmiş olacaq. Bir də deyir ki, şagirdin liderlik rolunu dəyişmək və onu digər qrup üzvləri ilə müzakirəyə cəlb etmək. Şagirdin liderlik rolunu niyə dəyişə bilmərik? Niyə bu variant səhvdir? Çünki axı hər bir uşağın liderlik bacarığı olmalıdır. Əgər bu şagird lider ola bilmirsə, mən bir müəllim kimi ona kömək etməliyəm də, ona yol göstərməliyəm. Məsələn, onun ola bilər ki, bu mənfi davranışları haqqında uşaqla söhbət edək, bir fasilitatorluq edək şagirdə. Bir növ şagirdin əlindən nəyisə almaqla mən onda istədiyim davranışı formalaşdıra bilmərəm. Əgər bu şagirdin daxildən gələn bir hissidirsə, demək mən nə etməliyəm? Empatiya qurmalıyam və o şagirdlə danışıb məsələni həll etməliyəm. Bu şagirdin çatışmayan tərəfi liderliyi bacarığıdırsa, bir müəllim olaraq mənim də vəzifəm onun o liderliyi bacarığını yoluna qoymaqdır. Ona görə mən biri götürə bilmərəm.
Deyir ki, mübahisələri həll etməyin yolunu birbaşa uşağa göstərmək. Bunu da götürmürəm. O zaman sizin fasilitatorluğunuz səhv yöndə olmuş olur. Çünki uşağın yerinə siz əgər problemi həll edəcəksinizsə, gələcəkdə həmin şagirdə problem həll etmə bacarığı formalaşmamış qalacaq. Deməli, doğru variantlarımız hansı olacaq? 3 və 4, B variantı. Şagirdə liderliklə bağlı yönəlici suallar verməklə problemin həllinə nail olmaq. Bəli, məsələn, müəyyən suallar verərik. Bayaq qeyd etdiyim kimi, uşaqla danışarıq, onda özünü idarə etmə bacarığını formalaşdırmaq üçün, empatiya bacarığını formalaşdırmaq üçün suallar verərik. Və liderin fəaliyyətini müşahidə edin, diqqətdə saxlayın. Əlavə olaraq da deyir ki, əlavə dəstək ilə də təmin edin. Yəni, bugün müəllimin məqsədi uşaq nəyi bacarmırsa, onu uşaqdan almaq yox, nəyi bacarmırsa, orada şagirdə dəstək olmaqdır. Belə dəyərli müəllimlər, bir daha deyirəm, sualların izahı bəlkə sizə geniş şəkildə, yorucu şəkildə gələ bilər, amma imtahana az qalıb deyə özüm bu qədər geniş izah etdim ki, təkcə variantı deyib keçməklə, doğru cavab budur deyib keçməklə siz heç bir şey öyrənə bilməzsiniz. Amma geniş izahlar hər zaman sertifikasiya MİQ müəllimlərinə kömək olmuş olur imtahanda. Hər bir müəllimə uğurlar, inşallah imtahanda nəticəniz ən yüksək müəllimlərin sırasında olar. Sağ olun, görüşərik.